Bu qız qulaqcıqlarını taxıb dostlarından ayrılıb qaçmağa başlayır. Amma yarı yolda qəfil bir top dəyir, o da büdrəyib zibil qutusuna yıxılır. Zibil maşının sürücüsü isə heç nədən xəbərsiz zibilləri toplayıb yoluna davam edir. Gənclər nə qədər dalınca qaçıb onu dayandırmağa çalışsalar da, sürücü öz aləmində musiqiyə qulaq asıb rahatca şəllənirdi. Bu anda qız maşının arxasına çıxıb rəfiqəsini xilas etməyə çalışır. Amma artıq çox gec idi. Qız arxada dəmir çarxların arasında sıxılıb, çığıra-çığıra əzilib ölür. İl 1968. Hal nişanlısı Arisi evlilik təklif etmək üçün onu yüksək mərtəbəli bir restorana gətirmişdi. Adam üzüyü qızın barmağına taxan anda balaca bir vələt əlindəki qəpiyi götürüb havalandırma borusuna tərəf atır. Qəpik düz gəlib ventilyatora ilişir və onu dərhal dayandırır. O biri tərəfdə isə çilçırağın dəmir hissəsi qopur və yerə düşür. Şüşə döşəmə çatlamağa başlayır. Hündür güllədəki insanlarsa hələ də deyib gülüb, sevincli bir şəkildə rəqs edirdilər. Amma vəziyyət getdikcə gərginləşirdi. Aşağıdakı metal dayaqların boltları bir-bir qopmağa başlayır. Qəfildən ventilyatorun qanadı sınır və gedib qaz turbasına çırpılır. Beləcə qaz içəri dolmağa başlayır. Az sonra şüşə döşəmə təzyiqə tab gətirmir və çökür. İnsanlar bir-birinin ardınca yuxarıdan yıxılaraq ölürlər. Paulo isə qırıq şüşəyə tutunaraq sağ qalmağa çalışırdı. Amma çox çəkmir, şüşə qırılır və o da dəhşətli şəkildə can verir. Sanki ölüm bu insanları bir-bir seçmişdi və indi isə onları aparmağa gəlmişdi. Hamı panikada, qorxu içində bir tərəfə qaçırdı. Bu anda alovlar içində yanan bir qadın qaz sızan yerə girir və güclü bir partlayış baş verir. İçəridəkilər diri-diri yanırlar. Aris bir təhər qaçaraq gəlib burada gizlənir. Digərləri isə çaxnaşma içində xilas olmaq üçün pilləkənlərə tərəf qaçırlar. Amma pilləkənlər də çökür və bu dəyyus yenə sağ qalır və qaçmağa davam edir. Geriyə son şansları qalırdı. Sağ qalanlar liftə doluşmağa başlayır. Arisi itələyib yıxırlar. Lift isə həddindən artıq dolduğundan troslar qopmağa başlayır və içindəkilər dəhşətli şəkildə ölürlər. Aris çıxış tapa bilməyib qorxu içində içəri tərəf qaçır. Elə bu anda tavan çarx verməyə başlayır və restoranın yarısı çökür. Yuxarıdakı piano sürüşüb aşağı düşür və digər insanlar da amansız şəkildə ölürlər. Həmən uşaq yıxıla dura qaçır, canını qurtarmağa çalışır. Elə bu anda pianino düz üstünə düşür. Sanki pianinoda son musiqisini balaca lələş üçün çalırdı. Artıq geriyə təkcə Aris və bu balaca qara dərili uşaq qalmışdı. Bina tamamilə parçalanaraq yox olmağa başlayır. Onlarca tutunaraq mübarizə aparırdılar. Amma yaxından baxsaq onları saxlayan sadəcə qızın nişan üzüyüdür. Əlləri sürüşür, gücləri tükənir və onlar da yıxılıb ölürlər. Elə bu anda Aris yuxudan ayılır. Bütün bu olanların sadəcə bir qəribə yuxu olduğunu görür. Amma qız bu yuxunu tez-tez görürdü. Qız ertəsi günü ailəsindən tez-tez yuxularında gördüyü o sarsaçlı qızı soruşur. Əslində Aris adındakı o qadın qızın nənəsi idi və o da yaşlanmışdı. Ailəsi isə qadının bir dəli olduğunu, qızının onunla görüşməsini istəmirdilər. Bundan sonra qız evi axtarıb köhnə məktub qutusunu tapır. O həqiqətən də yuxularında gördüyü qadının var olduğunu öyrənir. Qız əvvəl-axır nənəsini tapıb onun yanına gəlir. Nənəsi Aris isə ölümdən qaçmaq üçün belə xaraba bir yerdə yaşayırdı. Bir az sonra nənəsi oturub bütün olub bitənləri danışır. İllər əvvəl o da belə bir halüsinasiya görmüşdü və həmin o dəcəl uşaqdakı qəpiyi almışdı. Çünki bunun kəpənək effekti yaradaraq hər kəsi öldürəcəyini bilirdi. Daha sonra zala gələrək musiqini dayandırıb hər kəsə ayağının altına baxmağını demişdi. Beləcə o həmin günü bir neçə həyatı xilas etmişdi və bina da dağılmamışdı. Amma ölüm planının pozulmağından xoşu gəlmirdi. İllər sonra geri qayıdıb Arisin nişanlısı daxil hər kəsi öldürmüşdü və təkcə geriyə bu qadın qalmışdı. Qadın ölümdən qaçmaq üçün tutduğu bütün notları gətirib qıza versə də qız ona inanmır və qaçıb çölə çıxır. Qadınsa ölüm və onun ailəsinin dalıca gələcəyini deyib 20 ildən sonra qaçaraq onun dalıcan çıxır. Əlindəki kitabı qıza verib görmək inanmaqdır deyir. Bu zaman dəhşətli bir qəza baş verir. Dəmir qırılıb yanğın söndürənə, oradan da düz qadının başına girir. Qız isə dəhşətə gəlmişdi və üzü qanlar içində idi. Daha sonra həmin kitabı götürüb oxumağa başlayır. Bu zaman ailənin geri qalanı isə bağçalarında kiçik bir parti verirdilər. Hər kəs deyib gülüb əylənirdi. Bu oğlan stəkanı rəfə qoyarkən qəfildən düşüb qırılır. Oğlan oranı silib təmizləsə də buzun içindəki şüşə qırıntısından xəbərsiz idi. Ölüm çoxdan qapıda gözləyir və bu insanların isə xəbərləri yox idi. Bilmədən həmin buzla birgə şüşə qırıntısından da istifadə etdilər. Hər kəs stəkanı toqquşdurub içkilərini içdilər. Bu zaman qız öskürərək əlindəki suyu içə bilməyib yerə boşaldır. Bu qız isə kitabı oxuduqca hər şeyi anlamağa başlamışdı. O bir şeylərin tərs getdiyini anlayaraq maşından minib yola çıxır. Elə bu zaman qadın bilmədən pivə butulkasını ot biçmə aparatının üstünə aşırır və bilmədən onu işə salır. Bu qız bilmədən stəkanı aşırır və şüşə qırıntısı yerə düşür. Adam gələrkən qəfildən şüşə ayağına girir və panikada qışqıraraq yerə yıxılır. Söykənən dırmığı aşır və beləcə ot biçən maşını hərəkətə salır. Oy da, bu kişi də dəhşətlicə can verir. İnsanlar bir-birinin ardınca ölürdü, amma tam olaraq bu qızdan başqa heç kim bu məsələni tam olaraq anlamamışdı.
başlamışdı. O tez-tez kitaba baxıb ölümün kimin arxasıca gələcəyini öyrənməyə çalışırdı. Beləcə o bütün qan bağı olan qohumların hamısını bir dəftərə yazdı. O ailədəki digərlərinə də indiyə kimi ölən insanların hamısının bir qan bağı olduğunu və ölümün onlar üçün də gələcəyini desə də heç kəs ona inanmırdı. Üstəlik onunla məzələnib alçaldırdılar. Ertəsi gün qız qohumlarının dükanda yanğın çıxdığını eşidib ora gedirdilər. Amma gəlib görürlər ki, oğlan ölməyib, turp kimidir. Hələ bambıllığın biri bir qəpikdə zibil maşını ilə da eşq yaşayır. Lakin ölümün tezliyi ilə bu yanlarından ayrılan qızın arxasıca gələcəyindən xəbərsiz idilər və qız da dəhşətlicə ölür. Ailə artıq qızın dediklərinə ciddi yanaşmağa başlamışdı. Çünki günü-gündən ölümlər artırdı. Xəstəxanaya gəldiklərində isə təsadüfən bu adamla qarşılaşdılar. Bu adam illər əvvəl Arisin xilas etdiyi həmin balaca qarı dərili uşaq idi. O ölümü məğlub etmənin iki yolu olduğunu deyirdi. Ya kimsə sizin əvəzinizə öləcək, ya da siz ölüb gedəcəksiniz. Adam əvvəl-axır sadalanan ardıcıllıqla hər birinin öləcəyini deyirdi. Çox dəhşətli səslənirdi, amma bu bir gerçək idi. Gənclər xəstəxanada gəzərkən gəlib belə bir otağa girdilər. Onlar təsadüfən MRT skanerinin otağına girmişdilər və üstəlik bilmədən onu işə salmışdılar. Güclü maqnit qüvvəsi oğlanın bədənindəki bütün metalları çəkib qoparmağa başladı. Hətta oğlanı arxadakı əlil arabası ilə birgə qaldırıb çəkirdi. Bir az sonra oğlan MRT aparatının içinə dartılaraq əzilib öldü. Bu zaman oradan keçən bir həkim səs-küyə gəlir. Elə bu zaman ikinci dəhşətli ölüm gerçəkləşir. Arxadakı aparatdan uçan purjun digər oğlanın beyninə girir və yerindəcə onu da öldürür. Qız isə ailəsindən geri qalanları götürüb nənəsinin qaldığı yerə gətirmişdi. Amma qız ölümün onlar üçün gəldiyini anlamışdı. O maşını sərt bir şəkildə içəri doğru sürdü. Amma kəmərdən qurtulmaq qeyri-mümkün kimi görünürdü. Ona görə də digər ikisini evə tərəf göndərdi. Bu zaman güclü bir partlayış baş verdi və qız maşınla birlikdə gölə düşdü. Oğlansa böyük bir kötüyün altında ilişib qalmışdı. Digər qadınsa onun çıxmağına kömək edib tez boğulan qızı xilas etməyini istədi. Elə bu zaman işıq dirəyi onun başını aşıb onu da öldürdü. Oğlan qızı sudan çıxarıb onu həyata geri qaytardı. Onlar xoşbəxt bir şəkildə qucaqlaşıb güldülər. Bir həftə sonra qız oğlanın toy günündə onu təbrik edirdi. Elə bu zaman yuxularında gördüyü bəzi şeyləri xatırlamağa başladı. Bu yaşlı qadın qəfildən əlindəki qəpiyi yerə düşürdü. O da yuvarlanaraq gəlib qatar relslərin arasına ilişib dayandı. Bu zaman qız arxadan keçən qırmızı maşını gördü. Eyni yuxusunda gördüyü maşına bənzəyirdi. Üstəlik oğlanın nişanlısı bu qız da eyni illər əvvəl Arisin geyindiyi kimi geyinmişdi. Bu zaman qatar relslərdən çıxıb düz üstlərinə doğru gəlirdi. Amma onlar yenə ölümdən qurtulmağı düşünürdülər. Dostlar, videonu bəyənib və kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Sağ olun və özünüzə yaxşı baxın.